Nənə, ay nənə, Aycan. mən biraz acmışam. Hə balaş. Gəl götür. Çox sağ ol nənə. Nuş olsun. Xəzər dənizi əslində dəniz yox, göldür və Xəzər Dünyanın dünyanın ən böyük gölüdür. Məktəbdə öyrənmişəm. Afərin balaş. Doydum. Bunlar orada qaldı. Teymur, niyə gəlmirsiniz? Harda qaldınız? Çatırıq balaş, lap az qalıb. Darıxma balaş. Harda olsalar indi gələrlər. Aa, nənə, ora bax, gəldilər. Nə tez? Biz gəldik. Dadam. Sürpriz. Görün nə gündəyəm. Aa, Teymur, sənin qoluna nə olub? Yıxılmışam. Hardan? Həmişəki günlərdən biri idi. İdmandan çıxıb evə qayıdırdım. Məhəlləmizdən keçəndə ayağım sürüşdü, yıxıldım. Kimsə bananı yeyib qabığını yerə atmışdı. Bananı yeyib qabığını yerə atmışdı. Ağıllı balalarım, küçəyə zibil atmaq olmaz. Şəhərimizi təmiz saxlamalıyıq. Bilirsiniz, biz yerə zibil atanda bütün təbiətə, burada yaşayan canlılara zərər vururuq. Yerə atılan zibilləri yem bilib udan heyvanların halını təsəvvür eləyirsiniz? Onları xilas eləmək də mümkün deyil. Çimərlikdə, meşədə oturduğumuz yeri təmiz saxlamalıyıq. Tullantıları yığışdırıb atmaq lazımdır. Tullantıları yığışdırıb atmaq lazımdır. Tullantıları yığışdırıb atmaq lazımdır. Afərin balaş. Əla. Hə balası, bugün nənən alış-verişə gedib və səni mənə tapşırıb. Bugün bir yerdə vaxt keçirəcəyik. Baba, atam və anam ezamiyyətdədirlər və məni nənəmə tapşırıblar. Nənənin işi çıxıb, məni sənə tapşırıb. Belə şey olar? Deyəsən darıxmısan. Darıxma balaş, çatırıq. Az qalıb. Bax, çatdıq. Nə deyirsən, düşüb oynayaq? Hə baba, düşüb oynayaq. Ağ fiqurlar səndədir. Birinci sən başlayırsan. Sənə şahmat oynamaq öyrədəndə 6 yaşın var idi. Görüm nə qədər qabağa getmisən. Bax belə. Aa, bu? Yoxsa bu? Baba, Ayca, bilirsən şahmat harda yaranıb? əlbəttə bilirəm mənim balam. Şahmatın tarixi çox qədimdir. Hindistanda yaranıb. Bu oyunda savaşan ordular təsvir olunur. Hər orduda şah, vəzir, 2 top, 2 at, 2 fil, 8 piyada olur. Döyüşdə əsas fiqur şahdır. Bütün fiqurlar onu qoruyur. Baba, şahmat da idman növüdür? Əlbəttə, hər il bütün dünya üzrə şahmat yarışları təşkil edilir. Dünyanın ən güclü şahmatçılar arasında Azərbaycanlılar da var. Şah. Oh, mat! Əməlli başlı şahmatçı olmusan ha? Baba, fikrini yayındırdın deyə uduzdun. Gərək eynəyimi taxardım. Zuzu, görəsən niyə Teymur bugün dərsə gəlməyib? Dünən dondurma çox yedi. Məncə xəstələnib. Hə, məncə də. Aa, pişiyə bax. Necə də qəşəngdir. Amma deyəsən keyfi yoxdur. Xəstələnmisən?
Bildim. Acımısan. Gel götür. Getir. Balaş, mən oxuyub baytar həkimi olacağam. Nə həkimi? Baytar həkimi də. Heyvanlara baxan, onları müalicə eləyən həkim. Zuzu, nənəm deyir ki, qədimdə qızlar işləmək nədir? Heç oxumurdular. Ev işləri öyrənir, analarına kömək eləyirdilər. Hə, Bakıda ilk qız məktəbini Hacı Zeynalabdin Tağıyev açıb. Hacı Zeynalabdin Tağıyev? Bəli. Mən qızlar məktəbini açmaq üçün çox əziyyətlər çəkmişəm. Çünki qızlarımızın zəmanə dərs oxumaları çox vacibdir. Eşidirsən Zuzu? Bir oğlana təhsil verməklə savadlı bir insan qazanırıq. Bir qıza təhsil verməklənsə savadlı bir ailə. Bilirsiniz, mən qızlar məktəbini açmaq üçün çox çalışdım. Binanın tikilməsinə 4 il lazım oldu. Sonra Bakıda teatr binası tikdirdim. İstedadlı gəncləri xaricdə təhsil almağa göndərdim. Dəmir yolu, su xətti çəkdirdim. Bütün bunları xalqımız üçün elədim. Bilirsən Balaş, mən Bakıda çoxlu binalar tikdirmişəm. Bu isə mənim yaşadığım binadır. Mən burada olmuşam. Bura Azərbaycan Tarix Muzeyidir. Biz sizin haqqınızda oxumuşuq. Siz böyük xeyriyyəçi olmusunuz. Unutma Balaş, xeyirxah əməllər heç zaman bitmir. Xeyirxah əməllər heç zaman itmir. Doymusan deyəsən. Zümrüd, sən də gördün? Pişik deyirsən? Hə, çox acımışdı. Dayan, hara qaçırsan? Deyəsən doydum. Yaxşı ki biz bir yerdə oxuyuruq. Azərbaycan əskəri, dönməz geri, hey, dönməz geri. Azərbaycan əskəri. Uşaqlar ora baxın, yanğın var. Bəs biz indi nə edək? Bəlkə gedib kömək eləyək. Yox, bu çox təhlükəlidir. Alov böyüməmiş, nəsə eləməliyik. Bildim. Yanğın söndürmə xidmətinə zəng vurmalıyım. 101. Yanğın söndürmə xidməti. Alo. Bizim küçədə yanğın var. Binanın 2-ci mərtəbəsi yanır. Tez gəlin, söndürün. Aydındır. Dərhal gəlirik. Diqqət. Yanğın var. Binanın 2-ci mərtəbəsi yanır. Tez olun. Tələsin. Əvvəllər yanğının qarşısını almaq üçün yanğın söndürənlər su kəllələrindən istifadə edirdilər. Amma bugünkü günümüzdə onlar müasir texnika ilə təchiz olunurlar. Bilirsiniz, onların uniforması xüsusi materialdan hazırlanır. Geyimin ağırlığı isə 30 kiloqram təşkil edir. Ölkəmizdə yanğından mühafizə xidməti fəaliyyət göstərir. Onlar hər zaman zənglərə cavab verir və lazımi tədbirlər görürlər. Təkcə yanğın zamanı yox, digər fəlakətlər baş verdikdə də yanğın söndürənlər köməyə gedirlər. Tələsin uşaqlar, tələsin. Biraz tez olun. Heç kim yoxdur ki. Deyəsən yoxdur. Bu tərəfə. Çəkin, tez çəkin. Flangı çəkin. Aferin uşaqlar, biz bacardıq. Sən dostlar. Yanğın söndürənəmi? Bəli. Mən sizə zəng vurmuşdum. Çox sağ olun ki gəldiniz. Sən sağ ol. Adın nədir? Balaş. Sən zirəyə oğlansan. Afərin, düz eləmisən. Yanğın böyüyə bilərdi. Başqa mənzillərə keçə bilərdi. Yaxşı ki, vaxtında qarşısını aldıq. Bax, bu balacanı içərdən çıxardıq. Sən onun da həyatını xilas eləmisən. Balaş, sən əsl qəhrəmansan. Sən qəhrəmansan, Balaş. Yenə işığı yanılı qoydu. Sabahın xeyir nənə. Sabahın xeyir Balaş. Nuş olsun. Çox sağ ol.
Yenə də işığı yandırdı. Aa, tutuquşu. Hə, balaş, onu sənin üçün almışam. Hoş geldin, hoş geldin. O danışa da bilir. Tembel yine yatır. Şimdi uyadarım. Dostum, sabahın hayır, sabahın hayır, sabahın hayır. Sabahın xeyir. Dostum, suyu bağla, suyu bağla, suyu bağla. Oh, Dostum, ışığı söndür, ışığı söndür, ışığı söndür. Suyu bağla, ışığı söndür, suyu bağla. Suyu bağla, ışığı söndür, suyu bağla, ışığı söndür. of. Söndürdüm. Suyu bağla, ışığı söndür. Baba, mən bu quşu sənə qaytarmaq istəyirəm. Niyə? Mənə deyir ki, suyu bağla, işığı söndür. Düz deyir də, balaş. Bilirsən, yer üzündə olan suyun cəmi 2,5% şirin sudur. Şirin su məhduddur, tükənə bilər. Susuz həyat yoxdur. Odur ki, suyu boşuna axıtmaq olmaz. Bu elektrik enerjisinə də aiddir. Tanış mənzərədir. Lampa yanır, amma otaqda heç kim yoxdur. Deyəcəksən, bir lampa ilə nə olacaq ki, baba? Amma yer üzündə gör nə qədər adam yaşayır. Hərəsi bir işığı söndürməyi unutsa bilirsən nə olar? Yüzlərlə elektrostansiyanın verdiyi elektrik enerjisi tükənər. İstifadə eləmədiyin cihazları söndürməyi unutma, balaş. Axı bunu eləmək çox asandır. Bunu da sənin üçün alaq. Artıq işıqları söndürüb qənaət etdiyim pula. Qədim zamanlarda Balaş adlı super qəhrəman var idi. Günlərin birində uçan əjdaha şəhərə hücum çəkdi. Cəsur Balaş dərhal hərəkətə keçdi. Əjdaha nəhəng idi və onun püskürdüyü od ətrafı bürümüşdü. Super Balaş qorxmadı və əjdahaya qalib gəldi. Yenə kimə qalib gəldi mənim balam? Hə, nənə, uçan əjdaha ilə vuruşdum. Həm də ona qalib gəldim. Kaş mən nağıllardakı kimi super qəhrəman olaydım. İnsanları əjdahanın əlindən, zalımlardan xilas eləyərdim. Qəhrəmanlar təkcə nağıllarda olmur ki, əzizim. Real həyatda da super qəhrəman olmaq mümkündür. Necə? Bu hansı peşəni seçəcəyindən asılıdır. Əskər qəhrəmanlıq göstərərək sərhədlərimizi, torpağımızı düşməndən qoruyur. Yanğın söndürənlər də qəhrəmandır. Onlar alovla vuruşur, insanları yanğından xilas eləyir. Polis caniləri tutaraq, həkim xəstələri sağaldaraq qəhrəmanlıq göstərir. Bilirsən, Balaş, hər kəs insanlara xidmət eləyir. Sürücü sərnişinləri daşıyır, aşpaz yemək bişirir, maşinist qatarı sürür, pilot təyyarəni, gəmi kapitanı gəmini idarə eləyir. Bütün peşələr çox vacibdir. Nənə, sən də insanlara xidmət etmisən? Mən ömrüm boyu müəllim işləmişəm. Çoxlu qəhrəmanlar yetişdirmişəm. Başa düşdüm nənə, peşələr çoxdur, hamısı da vacibdir. Əsas odur, sən sevdiyin işlə məşğul olasan. Afərin Balaş. Əminəm ki, mənim balam hansı peşəni seçsə, super qəhrəman ola bilər. Hop! Birdən 0. Qaldı ikinci cəhdin. 2-dən ayda yenə 0. Keyfini pozma Teymur. Bax və öyrən. Bu 1.
Ay səni. Allah! Afərin. Necə gözəl zərbə idi. Həm də uzaqdan atdı. Deyirəm Balaş, bəlkə onu komandamıza dəvət eləyək. Ha, Teymur, çox yaxşı olardı. Balaş, ora bax. Gör kim gəldi. Salamlar. Nə olub? Niyə burnunuzu sallamısınız? Salam Zuzu, bir nəfəri gözləyirik. Aa, bunlar ki Cəmilindir. Bəs özü hardadır? Cəmilin? Sən onu tanıyırsan? Əlbəttə tanıyıram. Aa, Qonşumuzdur. Təzə köçüblər. Hə. Çox güclü basketbolçudur. hə Zuzu, elə biz də onu gözləyirik. Komandamıza dəvət eləyəcəyik. Ha. Bilirsiniz, uşaqlar, fiziki imkanları məhdud insanlar arasında böyük uğur qazananlar var. Alman bəstəkarı Beethoven eşitmə qabiliyyətini itirmişdi, amma ən gözəl əsərlərini elə bundan sonra yazmışdı. Amerikanın 32-ci prezidenti olan Roosevelt əlil arabasında gəzirdi. Amma Amerika tarixinin ən uğurlu prezidenti kimi tanınır. Dünyanın ən güclü futbolçularından sayılan Qarinçanın bir ayağı o birindən 6 santi balaca idi. Əngəllər uğura çatmağımıza mane ola bilməz. İşə bax. Hayda. Görsən? Birdən. Bir. Allah! Salam, siz balaşa zəng vurmusunuz. Yoldasınızsa bir düyməsini, evdəsizsə 2 düyməsini sıxın. Operatorun cavabını gözləməyin. Balaşın dərsi çoxdur. Telefona cavab verə bilməyəcək. Hə, bilirəm. Dərsimiz çoxdur. Gəlirəm. Kitabları çıxar. Qapınızın ağzındayam. İki dostun nağılı. Deməli biz əsl dost necə olar adlı inşa yazmalıyıq. Məncə yaxşı dost tapmaq heç də asan deyil. Amma mənim bəxtim gətirib. Sən varsan Teymur, sənin haqqında yazacağam. Mən də səndən yazmağı düşünmüşdüm Balaş. Amma əvvəlcə mətni oxumaq lazımdır. Günlərin birində iki dost meşədən keçirdi. Birdən ayıya rast gəldilər. Dostlardan biri tez qaçıb ağaca çıxdı. O biri isə qaça bilmədi. Qorxusundan yerdə uzanıb özünü ölülüyə vurdu. Ayı da yaxınlaşıb onu iylədi. Sonra çıxıb getdi. Ağacdakı oğlan hoppanıb dostunun yanına düşdü. Ayı sənə nə dedi? Deyə soruşdu. Ayı dedi ki, dar gündə səni qoyub qaçan insanlarla dostluq eləmə. Bir gün biz də dostluğumuzu sınaqdan keçirmək üçün meşəyə gedərik. Meşəyə? Birazdan nənəm gələsidir. Yaman hirslənəcək. Teymur, hara getdin? Deyirəm Balaş, mən yavaş-yavaş gedim. Yoxsa evdə narahat olarlar. Pa, dosta bir bax. Ayrı vaxt axşama kimi qalıb oynayardı. Heç evdə narahat olmazdılar. Nə olar, eybi yox, borc olsun. Hardadır mənim balalarım? Sizin üçün gözəl bir bazarlıq eləmişəm. Salam nənə. Salam Balaş. Bəs Teymura mı? Gedib evdə narahat olacaqlarmış. Dalaşmısınız yoxsa? Yox, yox, hər şey qaydasındadır. Ağıllı balam, mənə nəsə demək istəmirsən? Hə, nənə, bilirsən? Əla, gülü görəndə Balaş çox sevinəcək. Əsl dost dar gündə tanınar. Teymur, düş aşağı. Top gətirmişəm, oynayaq. Hava tutqundur. Yeni yağış yağa bilər. Olsun da. Gəl, gözləyirəm.
Of, orada qaldı. Yenə gecikir. Qarışqalar. Dayanın. Kaçın. Kaçın canınızı. Araba uçursun. Kaçın. Beni de gözleyin. Ay nene. Dayanın. Ay. Kaçın. Ay. Ana beni de gözle. Çox sağ ol. Sən məni xilas elədin. Değmez. Bunları hara aparırsınız? Yuvaya. Nə üçün? Kışa hazırlık görürük dostum. Biz qarışqalar böyük ailədə yaşayırıq. Yerin altında da çox mərtəbəli yuvamız var. Bizim ailədə qayda qanun çox ciddidir. Hərə öz işini görür. Həm də biz çox güclüyük. Çəkimizdən 20 dəfə ağır şeylər daşıya bilirik. Bizim 2 mədəmiz var. Biri yediyimizi həzm eləmək üçün, o biri isə yuvada qalanlara yemək saxlamaq üçündür. Yuvamızın keşiyçiləri də var. Onlar giriş və çıxışa nəzarət eləyirlər. Həyatımız çox maraqlı keçir. Bu nə səsdir? Ora bax. Hə, əsl futbol havasıdır. Yox. Teymur, dayan. Dayan Teymur. Ayağının altına diqqət elə. Orada qarışqalar var. Zəhmətkeş qarışqalar. Onları tapdalamaq olmaz. Mən balacalaşmışdım. Qarışqa boyda olmuşdum. Gördün? Dostum, sən balacalaşmamısan. Orada oturub yuxulamısan. Yuxuda görməmişəm. Yuxuda görmüsən. Yatmışdın.